Mən Elvir Hasanoğlu, müəlliməm. Mənim üçün müəllimlik sadəcə bir ixtisas deyil, mənim varlıq səbəbimdir. Mənim həyat yolum bir nağıl kimi başlayıb. Amma o nağılın içində çox fırtına, çox çətinlik, çox sual, çox da dua var. O uşaqlıqda elə günlərim olub ki, bəzən dərs oxumaq üçün işıq olmayıb. Qələmim sınıb, amma xəyallarım sınmayıb. Soyuq otaqlarda sinəmi qabağa verib yazdığım o dəftərlər bugün mənim təhsilimə çevrildi. Hər addımda bir sual var idi. Nəyə görə mən? Görəsən bunun axırı nə olacaq? Ümumiyyətlə, niyə oxumalıyam? Kimi çox suallarım var idi. Amma təbii ki, özümə cavablar da verirdim, yəni cavablarımı da tapırdım. Deyirdim ki, mütləq oxumalısan, dayanmamalısan, çalışmalısan və gələcəkdə həyatını dəyişməlisən. Həmçinin bundan başqa da fəlsəfəni çox sevdiyim üçün özümə bu cür da suallar verirdim ki, niyə mən, niyə bu dünyadayam, niyə gəlmişəm, vəzifəm nədir? Və fəlsəfi cavabları axtarırdım. Təbii ki, bunun da cavabları hər zaman özüm üçün olurdu, tapırdım cavablarını. İndi isə düşünürəm ki, dünyaya gələn hər bir insanın əslində bir vəzifəsi olmalıdır. Yəni, heç bir insan dünyaya boşuna gəlmir. Biri müəllim, biri həkim, biri mühəndis və s. bu cür həyatımızı davam edirik. Amma bunların yanında məktəbdən sonra təxmini 15 illik təhsil həyatım var. 2 bakalavr, 2 magistr. Təbii ki, 2-ci magistraturanı hələ bitirməmişəm, davam edirəm və pedaqoji təhsilim də var təbii ki. Bunların yanında öyrəndiyim daha mühüm bir şey oldu. İnsan üçün bu həyatda ən mühüm şey insan kimi formalaşmaqdır. Əzilmədən durmağı bacarmaq və başqalarının təbii ki, işinə qarışmamaq. Əksinə bacardığım qədər, əlimdən gəldiyi qədər digərlərinə dəstək olmaq. Çox dəyər verdiyim bir şəxsin cümləsidir. O deyirdi ki, əgər mən xalqa xidmət edə bilməsəm, bu vəzifənin ayağımdakı ayaqqabı qədər dəyəri olmazdı. Əslində, bugün mən də o cür düşünürəm. Bu diplomların, bu sertifikatların heç birinin mənim üçün bir dəyəri olmazdı. Əgər mən bu şagirdlərə, bu tələbələrə dəstək ola bilməsəydim. Çünki bu şagirdlərin, bu tələbələrin, belə deyək, uğurları mənim qələbəmdir. Mən düşünürəm ki, onlar uğur qazandıqca mən də qalib oluram. Çünki onlar mənim ümumiyyətlə özümün uğur meyarımdır, uğur ölçümdür. Əlbəttə, bu yolda yalnız deyildim. Valideynlərim də bu həyatın görünməyən qəhrəmanlarıdır. Onlar mənə bəzən sadəcə olacaq, sən bacaracaqsan və hər zaman biz sənin yanındayıq deyirdilər. Və bu sözlər bəzən kitabdan da, puldan da, dərsdən də daha çox təsir edirdi mənə. Onların susaraq çəkdiyi fikirlər, mənə heç demədikləri çətinliklər mənim bugün gəldiyim yerin təməl daşlarıdır. Valideynin haqqı ancaq valideyn olduğu zaman insan biraz dərk edə bilir. İllər keçdi və artıq bizim öz təhsil mərkəzimiz var. Bu təhsil mərkəzi üçün 7 il mən çalışmışam. 7 il çalışıb, ondan sonra qərar verdim ki, artıq vaxtıdır ki, bu təhsil mərkəzi tikilsin. Və bugün artıq 10-cu ilimiz bizim tamamlandı ki, biz ümumiyyətlə müəllimlik ixtisasında, belə deyim, mən çalışıram. Bu mərkəzdə, Sofopolis mərkəzində, bu uzun illər ərzində artıq 1500-dən artıq biz tələbə yetişdirmişik. Bura şagirdlərimizin, tələbələrimizin sadəcə təhsil aldığı bir mərkəz deyil. Burada təkcə təhsilin yox, inamın, arzunun, işığın yeridir bu məkan. Və bu tək mənim uğurum deyil. Bu həmçinin o çətin günlərin zəhmətinin səsidir. Buradan gənclərə səslənmək istəyirəm. Əgər siz məni eşidirsinizsə və bu videoroliki izləyirsinizsə, mümkündür siz də bugün
öz otaqlarınızda oturub və özünüzə bu sualları verirsiniz. Görəsən mən bacaracağamı, görəsən alınacaqmı? Ümumiyyətlə mənim vəzifəm nədir? Uğur qazana biləcəmmi? Əmin olun, sizə qəti cavabım bəli. Bacaracaqsınız, sadəcə istəmək lazımdır, sadəcə bu yola çıxmaq lazımdır. Və bunun yanında əlavə olaraq mən sizə bunu deyə bilərəm ki, hər bir insanın rəqibi onun özüdür. Yəni, insan gərək özü ilə mübarizə aparsın. Sənə qarşı sən deyirik biz tez-tez. Yəni, bizim qarşımızda duran şəxs əslində bizim özümüzdür, başqaları deyil. Başqaları ilə mübarizə aparsaq, istədiyimiz yerlərə çata bilmirik. Gərək özümüzlə mübarizə aparaq, gərək öz qarşımızdakı tənbəl səni qıraq, gərək öz qarşımızdakı mən bacara bilmərəm deyən sənlə mübarizə aparaq, məndə alınmaz deyən sənlə mübarizə aparaq. Əgər bunları edə bilsək, əmin olun ki, istədiyimiz yerlərə mütləq bir gün çatacaq. Əslində, bütün bunları danışmaqda əsas məqsədim o idi ki, bəlkə bir gün bir gəncin qaranlıq otağına işıq düşər və o da özü-özünə deyər ki, mən bacara bilərəm və mən bacaracağam. Mən istəyirəm ki, həmin gənc elə sən ol.